Ülviyə xanım, ən çox problemli belə deyək də, kişilərdədir yoxsa qadınlardadır psixoloqa müraciət etmək istəyəndə? Necə düşünürsüz? Hər iki tərəfi götürsək, hardasa bərabər deyə bilərik nəyə görə? Çünki qadınlarda yaşanan problemlərin də yükünü məhz kişilər daşıyır deyə yenə burada bərabərləşir. Daha çox bu gün cəmiyyətdə psixoloji problemləri qadınlar yaşayır. Qadınlar niyə yaşayır? Yaşamaq istəmədən də yaşayırlar. Bəzən də özləri birələkə də bu problemin içlərinə özləri o belə deyək də abu-havanı yaradaraq özləri də xəbərdar olmadan onun içinə düşürlər. Təbii ki, bunların ətrafa bilirik ki, psixoloji problem yaşayan insanın birinci əziyyət çəkən insanın onun ətrafında olan doğmasıdır. Bu ailə üzvləri ola bilər və yaxud da yaxın dostlar ola bilər ki, hansı ki bunlar da əziyyət çəkir və onlar da başlayır müraciətə. Demək ki, bu corab söküyü kimi gəlir də zəncirvarı bağlıdır bir-birinə. Burada təbii ki, qadınlarda çoxdur problem. Qadınlarda analıq statusundan başlayaraq özünü karyera üçün tamamən fəda edən, burada dırnaq arası da fəda edən, azadlıq anlayışını, özüm ayağım üzərində durmaq, qadın tipajını yaratmaq düşüncəsində olan xanımlar, mən güclü xanımam, özünü o formanı yaratmaq istəyən, bunun xəyalında olanlar, mən hər şeyin öhdəsindən gəlirəm, məsələn, ayrılsam da belə övladlarımı tək başına böyüdəcəm, gücə sahibəm deyənlər, amma əslində bu gücü daşıya biləcək qədər çox zəif olan məxluqlar, kompleks yaşayanlar ən çox daha çox yararlayır, natamamlıq və yetərsizlik kompleksi yaşayanlardır. Bayaq dediyimiz kimi panik ataklar, bugün depressiyaların göstəricisi, bütün dünya üzərində göstəricilər qadınlarda daha çoxdur kişilərə nisbətdə. Obsessiv-kompulsiv pozuntular, bu aşırı suya meyillilik, buna il arasında deyək, sofuluq, vasvasılıq deyilir. Bu, bütün dünya üzrə göstərici 85% üzərinə qadınlardadır. Yenə də bu psixoloji problemlərə yanaşsaq, araşdırsaq, qadınlarda daha çoxdur. Təbii ki, bunların emosional həssaslığıdırmı? Bəzən də xanımlarda reallığı qəbullanmamaq məsələsi var. Biz reallıq anlayışı ilə qarışdırırıq, Tural bəy. Bu çox belə incə məsələdir. Bəlkə də fikrim eyni səslənə bilər, amma reallıq anlayışını ifadə etmir. Yəni nə deməkdir? Mən bugün əgər özümə güvənən bir xanımamsa, heç bir formada çətinliklə üzləşə bilmərəm. Kimsə mənə aldada bilməz, kimsə mənə xəyanət edə bilməz. Bu, bunun reallıq anlayışıdır. Amma reallıqda bunlara uğrayır və bunları yaşayır, amma qəbullana bilmir. Bu, mən ola bilmərəm və kimsə mənə bu xəyanəti edə bilməz və başlayır fokuslanır o insana. Kinini, küdrətini, qisasını, intiqamını, bütün gücünü və enerjisini sərf edir həmin insana. Və bir də ayılır ki, günlər və aylar keçir, bir insan üzərində onu necə öz düşüncəsi ilə desək, məhv etmək üzərində bir mexanizm düşünür, amma hələ də onu tam, belə deyək də, bütövləşdirə bilmir. Bu insan anlamır ki, bu real həyatındır və sən bunu yaşamısan və bunu qəbullanmalısan. Ən əsas birinci məsələ qəbullanmaqdır. Ümumiyyətlə, bir neçə ciddi psixoloji problemlərin kökündə qəbullanmamaq dayanır. Əgər insan düşdüyü situasiyanı, yaşadığı problemi qəbullayıb, onu normal insanam, təbii ki, bunları da yaşamalıyam deyib keçir və soyuqqanlıq nümayiş etdirəcəksə, bəlkə də bugün bizim cəmiyyətdə 50% psixoloji problemlər ümumiyyətlə olmaz.